bizi hardasa qəbul etmək istəməyənlərə biz baş əyməliyik. İlham Əliyev öz hakimiyyətinin ömrünü uzatmağa çalışırmı? Azərbaycan Mərkəzi Asiya dövlətlərinin əməkdaşlıq formatına qoşulmaqla nəyə nail olmaq istəyir? Azərbaycanı bu regionun ölkələri ilə siyasi və iqtisadi baxımdan yaxınlaşdıran nədir? Əslində bu suala cavab axtararaq Azərbaycanın geosiyasi prioritetlərini araşdırıb. Son 3 ildə Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinin liderləri ilə 37 dəfə görüşüb. Noyabrın 16-sında Daşkənddə keçirilən Mərkəzi Asiya dövlətlərinin məşvərət görüşündə İlham Əliyev deyib ki, 3 ildə o bu regionun ölkələrində 14 dəfə səfərdə olub, həmkarları isə Azərbaycana 23 dəfə gəliblər. Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bugün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur. Mərkəzi Asiyanın 5 postsovet respublikasının, Qazaxıstan, Qırğızstan, Tacikistan, Türkmənistan və Özbəkistanın dövlət başçılarının 2018-ci ildən etibarən keçirilən illik sammitidir. Məşvərət görüşü region liderləri arasında siyasi dialoq üçün yaradılan platformadır. Son illərdə Azərbaycanın inteqrasiyaya meyilli olduğu ölkələr Asiya və ya Cənub yarımkürəsində yerləşən ölkələrin təşkilatlarıdır. Beynəlxalq ekspertlər bu təşkilatları qlobal şimala qarşı qlobal cənub kimi dəyərləndirirlər. Azərbaycanın bu yanaşmasını siyasi təhlilçi Nahid Cəfərov avtoritar liderlərin Ukrayna müharibəsindən sonraki dönəm üçün inteqrasiya modeli yaratmaq istəyi ilə əlaqələndirir. Onun fikrincə, avtoritar liderlər xarici siyasətlərini şaxələndirməyə çalışırlar, çünki bu onların qurduqları rejimlərin ömrünü uzadır. Nahid Cəfərov bildirir ki, ayrı-ayrı təşkilatlarda təmsilçilik həm də avtoritar liderlərin ölkə daxilində legitimliyini artırır, vətəndaşlara göstərir ki, beynəlxalq təşkilatlarda ölkə başçısı ilə hesablaşırlar, onu qəbul edirlər. Amma əsas səbəblər bunlar ola bilər. Rusiya əgər məğlub olacaqsa, böyük ehtimalla məğlub olacaq Rusiya bu müharibədə və Ukraynanın qalib gəlməsi, o cümlədən Avropanın qalib gəlməsi deməkdir və nəticədə demokratik dəyərlər, insan hüquqları yenidən aktiv şəkildə gündəmə gələcək və neft, qaz ehtiyacı müəyyən qədər azalacaq. Çünki çox güman ki, Rusiya ilə münasibətlər bərpa olunandan sonra Azərbaycana olan ehtiyac da müəyyən qədər azalacaq. Və nəticədə İlham Əliyev Avropadan və Qərbdən böyük təzyiqlərlə üzləşə bilər. Nahid Cəfərovun fikrincə, avtoritar rejimlərə insan haqları məsələsində təzyiqlər ABŞ-dan da ola bilər. Siyasi təhlilçi kiçik avtoritar ölkələrin inteqrasiyasının Çinin nəzarəti altında baş verməsini də istisna etmir. Qeyd edək ki, son bir neçə ildə Azərbaycanın inteqrasiyaya can atdığı iri beynəlxalq qurumlar Çinin liderliyi altında olan BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı kimi birliklərdir. Hazırda Azərbaycanın aktiv üzv kimi iştirak elədiyi təşkilat isə Türk Dövlətləri Təşkilatıdır. Yeri gəlmişkən, ötən il and içmə mərasimində İlham Əliyev gələcəkdə Azərbaycanın geosiyasi prioritetləri və hansı beynəlxalq təşkilatda təmsilçiliyə üstünlük verəcəyi ilə bağlı fikirlərini açıqlayarkən demişdi ki, biz elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora çevrilsin. Həmin çıxışında İlham Əliyev Qərb dövlətlərini nəzərdə tutaraq demişdi ki, biz ayrıcı xəttləri açıq-aydın görürük və bizi qəbul etmək istəməyənlərə baş əyməyəcəyik. O zaman prezidentin bu fikirlərini bəzi ekspertlər və politoloqlar belə dəyərləndirmişdilər ki, Azərbaycan həmin ayrıcı xəttlərin Rusiyanın da yer aldığı avtoritar ölkələrin tərəfində durub. Maraqlıdır ki, 2007-ci ildə, yəni İlham Əliyev hakimiyyətə gəldikdən 4 il sonra qəbul edilən Milli Təhlükəsizlik Konsepsiyasında bildirilirdi ki, prioritet avrointeqrasiya xəttidir. Hərbi doktrinada isə NATO standartlarının əsas götürüldüyü vurğulanıb. Qeyd eləyək ki, bu prioritetlər hələ də dəyişməz qalır. Amma bununla belə görünən odur ki, Azərbaycan Avropa dövlətlərinin təmsil olunduğu strukturlara aktiv şəkildə inteqrasiya təşəbbüsü göstərmir. Siyasi təhlilçilər Azərbaycanın Avropa İttifaqı ilə assosiativ sazişi imzalamaqdan imtina etməsini nümunə gətirərək bildirirlər ki, bu institutlarda söz azadlığı, insan hüquq və azadlıqları, eləcə də iqtisadi azadlıqlar prioritet olduğu üçün Əliyev hakimiyyəti bu qurumlarda yaxından iştirakda həvəsli deyil. Lakin son bir ildə İlham Əliyev Fransa prezidenti Emmanuel Macronun təşəbbüsü ilə yaranan Avropa Siyasi Birliyinin sammitlərində görünməyə başlayıb.
Bu platforma 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı təcavüzünə cavab olaraq Avropada təhlükəsizliyin müzakirəsi məqsədi ilə yaradılıb. Siyasi baxışları hakimiyyətin mövqeyinə yaxın olan politoloq Fərhad Məmmədov bildirir ki, Azərbaycan hazırda Avropa Şurasının üzvüdür. O ki qaldı Fransa və Avropa İttifaqı ilə münasibətlərin normallaşmasına, politoloqun fikrincə bunlar normallaşmanın ilkin işartılarıdır. Onun sözlərinə görə Azərbaycanın Avropa İttifaqına aid olan institutlardan uzaqlaşmasının səbəbi bu qurumun Azərbaycana qərəzli mövqeyindən və davranışlarından qaynaqlanır. Yəni Azərbaycan o platformalara isti münasibət nümayiş etdirir və o platformalarda fəaldır ki, orada Azərbaycanın maraqları ödənilir. Yəni həm ərazi bütövlüyü kontekstində, eyni zamanda iqtisadi inkişafla bağlı olan, siyasi təhlükəsizliklə bağlı olan məsələlərdə. Mərkəzi Asiya hazırda dünyada ciddi önəm daşımağa başlayan orta dəhlizin üzərində durduğu üçün Qərbin də diqqət mərkəzindədir. Bu günlərdə 5 Mərkəzi Asiya dövlətinin prezidentlərinin Ağ Evdə ABŞ prezidenti Donald Trumpla görüşü keçirilib. Azərbaycanla Mərkəzi Asiyanın yaxınlaşmasına gəlincə, Özbəkistan prezidenti Şəfqət Mirziyoyev Azərbaycanın bu formata qatılmasını Mərkəzi Asiyanın dünyada səsinin daha çox eşidilməsinə şərait yaradacağını bildirib. Dünyada isə Mərkəzi Asiya korrupsiyanın yüksək olduğu, söz azadlığının pozulduğu, insan hüquq və azadlıqlarının tapdandığı və avtoritarizmin sərtləşdiyi region kimi tanınır. Eyni parametrlər üzrə Azərbaycan da bənzər mənzərəyə sahibdir. Bəzi siyasi təhlilçilərin fikrincə, eyni zamanda da Türk Dövlətləri Təşkilatında sıx birləşən Azərbaycan və Mərkəzi Asiya dövlətlərini eyni soykökü, mədəniyyət və dil yaxınlığı deyil, daha çox bu ölkələrin hakim elitalarının avtoritar və iqtisadi maraqları birləşdirir.